Harun Yıldırım bəyin projesi əsasında yaradılıbdır. Təxminən 1 ilə yaxındır ki, bu layihə üzərində işləyirik. Qürurlu, eyni zamanda onurlu olmuşuq. Şəhid ailələri ilə işləmək ümumiyyətlə çətindir. Bir də nəzərə alsaq ki, həmin şəhid ailələrini türk yazarları deyək ki, uzaqdan uzağa tanımağa çalışıblar. Biz qürur duyduq ki, şəhidlik mövzusunun bir əbədiləşdirilməsi, o kitabın yadigar qalması üçün onlar tərəfindən irəli sürülmüş proje, yəni bu layihə bizi də çox düşündürdü və biz Azərbaycanlı yazarlar olaraq həmin layihəyə çox həvəslə, çox qürurla, ürəklə qatıldıq. Bu bir mucize bana göre, bugün burada olmam. Çünkü Azerbaycan projesinin ilk düşünce olarak da projeye yöneldirilmeden önce ben çok ağır bir rahatsızlık geçiriyordum. Yazdığım şehidi rüyamda gördüm. Şehidim bana kalbini avucuma verdi ve dedi ki beni yaz, ben ölmedim. Ben onu yazdım. Bugün burada bu kalabalığın içinde ben bir tek onu hissediyorum yanımda. Şu boyutta. Ona olan sözümü yerine getirdim ve buradayım. Şəhidin adını öyrənə bilərik? Resul Handerdiyev. Bu cür tədbirlər, bu cür layihələr deyərdim ki, bir dəfəlik olmasın. Müharibəmizin qurtardığı ilə 5 il keçir. Bu 5 il ərzində olan olmasın, ömürlük olsun. Bizim şəhidlərimiz unudulmasın. Büyük bir kitab təqdimatı oldu, getdik, çəkdik. Yox, belə olmasın. Şəhidlərimiz, demək, dünya yaşadığı üçün şəhidlərimiz yaşasın. Qələm həmrəyliyi, qələm arkadaşlığı burada öz sözünü deyib və nə yaxşı ki, bu kitab ərtəyə gəlib.